SOKAR-ın karbamid zavodu 2019-cu ildən fəaliyyət göstərir. Əsas xammallar təbii qaz, hava və sudur. Amonyak və karbon qazı amonyak sayəsində alınaraq karbamid sahəsinə ötürülür. Karbamid sahəsində ərinti karbamidin sintezi ərinti bölməsində baş verir. Alınmış ərinti karbamidin konsentrasiyası stripper, rektifikasiya və buxarlandırma kimi bölmələrdən keçərək 98%-ə çatdırıldıqdan sonra dənəvərləşdirmə bölməsinə ötürülür. Burada dənəvər karbamidin alınması, çeşidlənməsi və açıq ambara ötürülməsi prosesi həyata keçirilir. Açıq ambarda karbamid məhsulu konveyerlər vasitəsilə qablaşdırma ambarına ötürülür və burada paketlənir. Günlük istehsal həcmi normalda 2000 tondur. Lakin biz bir çox dəyər yaratma layihələri, optimallaşdırma və dizayn dəyişiklikləri ilə birlikdə bu rəqəmi 2100 tona qədər qaldırmışıq. Zavodun prosesləri buradan əsas idarəetmə otağından avtomatik sistemlər vasitəsilə idarə olunur. 2023-2025-ci illərdə zavodda keçirilən rəqəmsallaşma layihələri çərçivəsində bu avtomatik sistemlər daha da təkmilləşdirilmiş, süni intellekt əsaslı modellər buraya inteqrə olunmuşdur. Bu modellər Karbamid zavodunun əməkdaşları və Kaspian AI İnstitutunun əməkdaşları tərəfindən birgə hazırlanmış və proseslərin real vaxt rejimində optimallaşdırılmasına imkan verir. Bununla yanaşı, həm də təmir və inspeksiya zamanı zavodda dronlardan və ağıllı eynəklərdən istifadə olunur. Bu ağıllı eynəklər imkan verir ki, zavodun əməkdaşı və yaxud da dünyanın hər hansı bir yerində olan ekspert canlı yayınla zavoda bağlansın, hər hansı bir avadanlığa baxış keçirsin və onunla əlaqəli təmir planı versin.